olmaqla və gələn qonaqlar, hər birinizi salamlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bunu hər zaman biz deyirik, bizim üçün ağır acılıdır. Yəni, burada hər zaman durub danışmaq, hər il gəlib iştirak eləməyə, hər dəfə qardaşlarımızın qəbrini ziyarət eləyəndə yaşadığımız ağır acıları bizim kimi eyni ağır acını yaşamış insanlar yalnız başa düşür. Allah bir də bu dövlətə, bu xalqa belə ağır acı yaşatmasın. Allah heç bir ailəyə ağır acı yaşatmasın. Əziz şəhid ailələri, siz ən ağır acılı günlərinizi yaşamışsınız. Siz öz övladınızı vətən uğrunda qurban verin. Allah Teala bundan sonra sizlərə ağır acı yaşatmasın. Allah qəhrəman ordumuzu qorusun. Bu günlərin bizlər bugün rahat yerimizdir, amma elə postlar var ki, bunu orada çətin yerlərdə olan insanlar yaxşı bilir. Həftələrlə ad-susuz qalan insanlar var bugün postlarda, bizləri qoruyurlar. Mən vaxtı ikən düzdür, biz onlarla bir yerdə olmuşuq, amma mən bugün özümü onlara borclu bilirəm. Ki, biz burada rahatlıq, onlar orada çətin günlərdə bizləri qoruyurlar. Allah qəhrəman ordumuzu qorusun. Allah bu ölkənin mərd insanlarını qorusun. Bu dövləti həqiqətən qəlbən sevən insanları qorusun. Çalışalım ki, gənc nəslə yaxşı örnək olaq, gənc nəsli vətənpərvər ruhda böyüdək. Şəhidlərimizi biz unutturmamalıyıq. Bu bizi birinci şəhid ailələrin və qazilərin borcudur. Döyüşçülərin borcudur. Çünki biz bugün onların qədrini bilməsək, orada iştirak eləməyən, əziyyəti görməyən insan da unudacaq. Mən görürəm, çox təəssüf hissi ilə qeyd edirəm. Mən hər dəfə demək olar ki, Bakıda olanda hər 2 həftədən bir də olsa, bir həftədən bir də olsa gedib şəhidlər xiyabanı ziyarət edirəm. Görürəm ki, çox təəssüf hissi 2 saat, 3 saat indi qazi qardaşlarımız gedib ziyarət edir. Allah hamd olsun, 5-10 nəfərdən başqa gün ərzində orada adam olmur. Amma gedirsən dənizin qırağına, parklara, insana çox pis təsir verir həqiqətən. Ki, görürsən ki, iğnə atsan yerə düşməz. Yəni bu istisna insanlar var, xəstə insanlar var, həqiqətən imkanı olmayan insanlar var ki, bunları başa düşürük, onlar gəlib ziyarət eləyə bilmir. Amma yəni insanlar vəfasız olmamalıdır, insanlar unutqan olmamalıdır, şəhidlərimizi unutmamalıdır. Bilal əmi. Allah Qasım qardaşımıza da rəhmət eləsin, axır qəmimiz olsun. Allah Teala bu evə, ocağa bundan sonra həmişə şad günlər qismət eləsin. Digər övladlarımızın xeyir işlərini görəsiniz hər zaman. Allah Teala sizin övladınızın timsalında, Qasım qardaşımızın timsalında bütün şəhidlərimizin ruhunu şad eləsin. Əziz şəhid ailələri, imkan olduqca gəlib ziyarət eləyəcək, gəlib iştirak eləyəcək qardaşlarımızın məclisində. İndi uyğun olmaz, gələ bilməriz, bir işimiz olar vacib, burada olmarıqsa üzürlü sayarsınız bizi. Çalışdığımız qədər bütün şəhidlərimizin çalışın məclislərində iştirak eləyəcək inşallah. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ata. Çox sağ ol, Allah razı olsun. Sənan qardaşımızın timsalında bütün qazilərimizə can sağlığı diləyirik. Onlar, yəni bütün qazilərimizin adından danışdı. Çox sağ olsunlar. Allah razı olsun. Cəmisi.